Hörmətli dinləyicilər, yenidən hər vaxtınız xeyir olsun, hamınızı xoş gördük yenidən. Bugün həftənin ikinci günü 22 yanvardır. Bugün verilişimizin bugünkü qonağı hörmətli Bəxtiyar bəy Tuncaydır. Bəxtiyar bəy Tuncay tarixçi, alim, 20 yanvar hadisəsinin canlı şahidi, Quzey Azərbaycan Milli Hərəkatının ilk öncüllərindən, üç rəngli bayrağı ilk tikdirib meydana gətirəndə Bəxtiyar bəy də orada iştirak ediblər. Dərc olunmuş 5 kitabları var və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işçisi, araşdırıcı yazar və s. Xatırlatmaq istəyirəm ki, bu günlərdə ermənilərin Asala təşkilatı Bəxtiyar bəy Tuncay haqda ölüm hökmü də çıxarıblar. İndi isə Bəxtiyar bəy Tuncay bizimlə canlı yayımda, bizimlə telefon vasitəsilə canlı yayımda bizə qoşulublar. Siz xəttə. Bəli, salam əleykum. Salam əleykum, xoş gördük sizi. Öncəliklə təşəkkür edirəm ki, vaxtınızı, dəyərli vaxtınızı bizə verdiyiniz üçün. İstərsəniz siz özü bir təqdim edin, ya bir salam eləyəsiniz, yəni salamlaşasınız dinləyicilərlə, ondan sonra keçək yəni mövzumuz. Bəli, deməli mən Güneydə yaşayan bütün bacı qardaşlarımıza, məxsus olaraq Təbrizə, Urmiyə, Ərdəbilə, Xoya, Zəncana, Qəzvinə, Həmədana, bir sözlə harada türk yaşayırsa və o cümlədən türk dünyasının ikinci böyük şəhəri olan və türk dünyasının ayrılmaz hissəsi olan Tehranda yaşayan soydaşlarımıza qucaq dolusu salam deyirəm, Quzey Azərbaycandan öz xoş arzularımı çatdırıram. Təşəkkür edirəm, çox sağ olasın. Demək, Bəxtiyar bəy, bildiyiniz kimi dünən 20 yanvar idi, yəni qanlı gün kimi qeydə alınıb 20 yanvar. İstəyirdim sizdən belə bir sual soruşsaq ki, 20 yanvar hadisəsinin baş verməsinin əsas amilləri nələr idi? Bəli, mən bu suala cavab verməmişdən öncə böyük öndərlərimizdən biri Şeyx Məhəmməd Xiyabaninin bir sözünü xatırlatmaq istəyirəm. Bir azadlığı vermirlər. Azadlığı qanla ödəyib alırlar. Zorla alırlar. Və təbii ki, hər bir millət əsir həyatı yaşayan, imperializmin zülmü altında olan hər bir millət müəyyən bir tarixi şəraiti gözləyir. Təbii ki, gözləyir, yəni o mənada getmir ki, mübarizə dayanır. Sadəcə səngiyə bilər və yaxud müvəqqəti dayana bilər. Amma tarixi şərait yetişəndə bütün millətlər, yəni əsir millətlər mütləq özündə təpər taxır, özündə güc taxır, gücünü bir yerə toplayıb mübarizəyə atılır. Və bu əsarətin neçə il və yaxud neçə əsr davam etməsinin bir o qədər də önəmi yoxdur. Önəmli olan odur ki, nəsildən nəslə, atadan oğula azadlığın nə olduğu, milli şuurun nə olduğu ötürülür və daim bu millətdə canlı olaraq yaşayır. Bu bütün millətlər üçün keçən eyni formadır. Eyni şeyləri də 1987-88-ci illərdə vətənimizin quzeyində biz yaşadıq. Şərait yetişmişdi, artıq Sovetlər Birliyi çökməyə doğru gedirdi. Millətdə də bir azadlıq eşqi var idi və şərait yetişər, yetişməz millətimiz küçələrə və meydanlara tökülür. Əlbəttə, ilk dövrlərdə ola bilsin ki, hamı məhz müstəqillik fikri və şüarı ilə çıxış eləmirdi. Amma zamanla bu işə öndərlik yapanlar həmin ideyanın geniş kütlələrə yayılmasına şərait yaratdılar və təbii ki, millət də hazır olmasa həmin ideyanı qəbul edə bilməz. Və bir qayda olaraq imperialist dövlətlər də, onların da təbii ki, öz mənafeləri var. Heç vaxt istəməzlər ki, müstəmləkəsi olduğu ölkə, yəni onun iqtisadi bazasını sovurduğu, sömürdüyü ölkə azadlığa çıxsın və o bu tikədən məhrum olsun. Təbii ki, o da əks tədbirlərini görməlidir, əlindən gələni eləməlidir ki, bu müstəmləkəsini itirməsin.
Bunlar bütün tarixdə mövcud olmuş milli azadlıq hərəkatlarında eyni senari üzrə gedib. Yəni, məzlum azad olmağa çalışır, zalim onun bu azadlıq hissini boğmağa çalışır. Əgər şərait yetişibsə, məzlum xalq azadlığına qovuşa bilir. Əgər şərait yetişməyibsə, tarixi şərait. O zaman, yəni dəfələrlə biz şahid olmuşlar, Güney Azərbaycanda da, məsələn, xalq böyük bir üsyan qalxır, üsyan sonra inqilaba çevrilir. Fəqət vaxtı yetişmədiyi üçün əks tərəf qalib gəlir və qanlar içərisində boğulur. Bizdə isə şərait artıq yetişmişdir və ayağa qalxan təkcə biz deyilik, yəni Azərbaycan türkləri deyilik. O dövrdə 15 Sovet Respublikası var idi ki, bunlardan yalnız Rusiya hakim vəziyyətdə idi. Digər 14 Respublikada eynən bizim kimi, o cümlədən Azərbaycan, öz müstəqilliyi uğrunda ayağa qalxdı. Və bu o demək deyil ki, məsələn, Rusların özündə bir hərəkat yox idi. Onlarda da bir demokratiya, diktaturaya qarşı demokratiya istəyi var idi. Və təbii ki, onların da bu mübarizəsi istər-istəməz, yəni ümumi düşmənə qarşı, Sovetlər Birliyinə qarşı yönəlmiş olduğundan bizim ümumi mübarizəmizə yardımcı oldu. Və təbii ki, xaricdə maraqlı olan qüvvələr vardır. Çünki Amerikadan sonra SSR ikinci fövqəl qüvvə idi, super güc idi. Və Amerika başda olmaqla qərb SSR-nin çökməsində maraqlı idi. Burada, yəni SSR daxilindəki azadlıq istəyən xalqların mənafələri ilə xaricdə SSR-nin dağılması arzusunda olan qüvvələrin mənafələri müvəqqəti olaraq üst-üstə düşdü. Və bu da həmin adını çəkdiyim xalqların, o cümlədən Azərbaycan türklərinin istiqlal əldə etməsi ilə nəticələndi. Fəqət bu istiqlal mübarizəsi bildiyimiz kimi qansız da ötüşmədi. 20 yanvar hadisəsi hamımızın xatirindədir və 2 gün bundan öncə onu qeyd etdik. Yəqin ki, güneydəki soydaşlarımız da televizyon vasitəsilə Bakıda və Şimali Azərbaycanın digər bölgələrində, digər şəhərlərində bu tədbirin necə möhtəşəm keçirildiyi şahid oldu və hər ildə belə keçirilir. İstər dövlət tərəfindən, istər xalq tərəfindən. Və səbəb nə idi? Rusların bu cürünə qəddarlıq göstərməsinin bir çox amilləri var idi. Birincisi, 20 yanvarda, 90-cı il 20 yanvar hadisəsindən qabaq 1989-cu ilin dekabr ayında bir sərhəd hərəkatı oldu. Yəqin ki, o da Güneyli qardaşlarımızın yaxşı yanındadır. Xalqımız ayağa qalxdı. Biz sərhəd istəmirik. Arazın o tayda Azərbaycandır, bu tayda Azərbaycandır və sərhədləri çökməyə başladı. İndi o hadisədən illər keçəndən sonra ona müxtəlif münasibətləri var. Bəziləri təşkil olunmuş məsələ idi, bəziləri xalqın içində gedir. Amma mən o hadisələrin bilavasitə şahidi və iştirakçı olmuş adam kimi deyirəm ki, yəni xalqımızın istəyi. Bu həm Güneyin, həm Kuzeyin arzusu idi ki, yəni milli şuurun ən yüksək nöqtəsində olan və bəlkə də romantik hisslərə qapılan bir millət bunu etməlidir və etdi də. Və bunun qarşısını almaq da mümkün deyildi. İkinci səbəb, əlbəttə ki, bu bilavasitə xalqın içindən gəlməsə də, Moskvanın özünü təşkil etdiyi məsələ olsa da, bu Bakıda və Azərbaycanın digər bölgələrində eynən Ermənistanda olan hadisələrin, yəni Azərbaycanlıların kütləvi surətdə Ermənistandan qovulmasına cavab olaraq burada da ermənilərə qarşı təbii ki, təzyiqlər oldu. Bunu əsasən oradan qovulmuş soydaşlarımız idi ki, bu zülmü görmüşlər və işdə qisasla yanırdı. Və təbii ki, Moskvadan da buna gizlin və yaxud açıq dəstək verənlər var idi ki, əllərində Azərbaycanda qırğın törətmək üçün bir bəhanə olsun. Və həmin dövrdə hərəkatın önündə gedən xalq cəbhəsi əlindən gələni eləyirdi ki, yəni ermənilər Azərbaycandan qansız, ziyansız çıxa bilsinlər
və böyük ölçüdə hətta buna da nail oldular. Amma bununla belə bəzi xırdaparaq təxribatlar da oldu və Rusiyada bundan bəhanə kimi istifadə elədi. Amma əsl hədəfi təbii ki, Azərbaycanda baş qaldıran və misli görünməyən dərəcədə yüksək səviyyədə olan milli azadlıq hərəkatını boğmaq idi. Və bu da təbiidir. Yəni mən indiyə qədər bir milli azadlıq hərəkatı tanımıram ki, əlbəttə Avropanın mədəni ölkələrinin çıxmaq şərti ilə. Orada yəni müstəmləkəçi ölkə qan tökməmiş olur. Üzr istəyirəm, Bəxtiyar bəy, çox üzr istəyirəm, bağışlayın. Bu Xalq Cəbhəsindən danışdınız. Bu Azərbaycan Xalq Cəbhəsinin yaranması və Azərbaycanda baş verən milli hərəkat barədə o haqqda nə deyə bilərsiniz? Yəni bu necə oldu ki, yəni 20 yanvarda bunun rəhbəriyyəti var idi yoxsa yox? Valla 20 yanvarda mənə elə gəldi ki, artıq Xalq Cəbhəsi milləti elə deyək də nəzarətdə saxlaya bilmirdi. Çünki millətin istəyi belə deyək də artıq Xalq Cəbhəsinin o siyasi istəklərini aşmışdı. Yəni belə hallar tez-tez olur. Bilirsiniz də kütlə çox zaman sabah nə ola biləcək bunu düşünmür. Yəni romantik hisslərə qapılır və bu da təbiidir və bunun qarşısında almaq mümkün deyil də. Yəni təcrübə dəfələrlə bütün ölkələrdə bunu göstərib ki, millət cuşa gələndə bəzən millətin lider kimi qəbul edildiyi təşkilat və şəxslər bunun qarşısını ala bilmir. Və Xalq Cəbhəsi də, onun liderləri də təbii ki, həmin dövrdə milləti sakitləşdirməyə çalışırdı. Amma bu imkan xaricində idi və millətin istəyinin ardınca getməyə də məcbur idilər. Hərəkatın yaranması isə ondan çox-çox qabaq başlayıb, yəni belə deyək də, gözə gəlimli şəkil aldı 88-ci ildə. Fəqət 88-ci ildən öncə, məsələn 87-də bir Çənlibel təşkilatını qurmuşdu. Bəli. Bu Azərbaycanın belə deyək də, istiqlal tarixində qurulmuş ilk legal, yəni gizli olmayan bir təşkilat idi. Amma bundan öncə müxtəlif çox sayda, xırda gizli təşkilatlar var idi. Onlar da öz az imkanları ilə bir şeylər görmək istəyirlər. Və məsələn bu Çənlibeli yaratmaq üçün yenə də bir şərait yaranmalıydı. O şərait də yaranmışdı, bilmirəm, yadınızdadır, bir Qarbaçovun o aşkarlıq, demokratiya bir siyasəti qərbin təzyiqinə yeritilirdi və təbii ki, biz də bundan istifadə edirik və Çənlibeli təşkilatını yaratdıq. Polarizmi deyirsin. Bəli. Polarizm, həmin polarizm. Bəli. Biz bu təşkilatı yaratdıqdan sonra heç inanmazdıq ki, Azərbaycan xalqı bu təşkilata həddən artıq böyük ilgi göstərsin. Və birdən başa düşdük ki, həmin dövrdə bilirsiniz, insanlar biraz qorxurdular bir-birindən əlaqə saxlamağa. Yəni, bugünkü Güney Azərbaycanda olan vəziyyət deyil. İnsanlar çox qorxurdular, fikirlərini açıq deyə bilmirdilər. Ona görə, məsələn, hər qrupu elə gəlirdi ki, Azərbaycanın dərdindən yanan, Azərbaycanın müstəqilini fikirləşən yalnız onlardır. Digərləri bunu istəmir. Amma Çənlibel yaranandan sonra ki, insanların axını gəldi və birdən-birə biz başa düşdük ki, sən demə biz tək deyilik, bütün millət biz istədiyimizi istəyir. Bilirsiniz, həmin anda insana bir güc gəlir. Əlbəttə, o bir hiss edir ki, yəni, necə deyirlər, heç kim bir-birini açıqlaya bilmirdi, yəni, qorxudan. Sovet dövründə belə idi, bəli. Yəni, nə qədər insanlar buna görə Sibirə sürgün olunmuşdu. Sadəcə mən Türküm demək, məsələn, qadağan idi. Buna görə öldürülənlər də olmuşdu, 15 il həbsli yatanlar da olmuşdu və s. Amma bu hiss hamının içərisində var idi. Məsələn, hətta o Çənlibel təşkilatı yaranında bəziləri ola bilsin, şübhə ilə yanaşırdı, biraz kənarda dururdu. Amma zaman getdikcə sıralarımızın genişlənməyini görürdük və Dağlıq Qarabağ prosesi başlayanda ki, bu millətin artıq hər bir fərdini çox dərindən yaraladı və bu Çənlibelin başladığı hərəkat birdən-birə kütləviləşdi. Yəni, Qarabağ məsələsi katalizator rolunu oynadı. Bu şəkildə proseslər getdi və ən böyük mitingimiz bizim, deməli, indi biz onu milli dirçəliş günü kimi qeyd edirik ki, 17 gün, gecə-gündüz
millət çöllərdə oldu, meydanlarda oldu, azadlıq meydanında oldu, oranı tərk eləmədik, sonda hərbi qüvvələrlə bizi dağıtdılar və məhz o mitingdə ilk dəfə mitingi idarə edən və o dövrün sözün əsl mənasında milli qəhrəmanlığını yapan Nemət Pənahlı Azərbaycan xalqına biz SSR-nin tərkibindən çıxıb müstəqil olmalıyıq fikrini aşıladı və belə deyək də, az-maz qorxanlar da olsa, yəni ümumilikdə kütlə bunu qəbul elədi də, yəni sevinclə qəbul elədi. Müsbət qarşıladı mən. Hə, artıq millət buna hazır idi. Bilirsiniz, indi sizin güneydəki vəziyyətiniz bizim o dövrki vəziyyətimizdən çox üstündür və yerlə göy arasında da fərq var. Məsələn, beni təsəvvür edin, sizin üçün bir Stivin mənbəyi var. Bir Quzey Azərbaycan dövləti var, ilham mənbəyidir, həm siyasi baxımdan, həm mədəni baxımdan. Amma bizim üçün elə bir ilham mənbəyi yox idi, bir Türkiyə var idi. Hə, oradakı Sovet dövründə Türkiyəyə qarşı o qədər təbliğat aparılmışdı. Və insanlara o mən Türkiyəm şuurunu öldürmək istiqamətində nə qədər iş görmüş. Yəni, Türkiyə bu günləri Quzey Azərbaycan və Türkiyənin ikisinin bir yerdə Güney Azərbaycan üçün oynadığı stimul rolunu, yəni o böyüklükdə oynaya bilmirdi və oynaya bilməzdi də. Yəni bizim şərait biraz başqa idi. Düzdür. Üzr istəyirəm, bu Güney ilə bağlı danışdınız, Güney məsələlərini keçəcəyik, amma öncə bu 20 yanvar, yəni istəyirəm bunu bilək, bu 1987-88-ci illərdə başlayan hadisələr, onlardan danışdınız, onları biraz. 90-cı ildə artıq ən yüksək nöqtəsinə çatdı. 90-cı ildə ən maraqlı məsələ, baxmayaraq ki, xalq qırıldı, 100-dən artıq şəhid verildi. Yəni, millət qorxmadı. Bu da xüsusi qeyd olunmalı məsələdir. Yəni, milli mübarizənin müəyyən bir həddi gəldi ki, artıq millət hətta ölümdən qorxmur. Yəni, öz istiqlalı üçün şəhid vermək səviyyəsinə gəlir. Bizim də o səviyyə gəlməyimiz məhz o gün və tutaq ki, ondan əvvəlki onun ərəfəsi idi. Bu, özü milli azadlıq hərəkatında böyük məsələdir. İkincisi, yəni, həmin dövrə qədər hərəkatın liderliyini böyük ölçüdə, hətta belə demək olar ki, şəriksiz liderini Xalq Cəbhəsi götürmüşdü. Məsələn, mən o dövrdə Xalq Cəbhəsindən kənarda idim, biz Milli Müsavat Partiyası qurmuşduq. Məqsədimiz də nə idi? Xalq Cəbhəsi öz proqramında Azərbaycanın istiqlalı məsələsini qoymamışdı. Belə yazmışdı, SSR daxilində suverenlik. Yəni, SSR daxilində müstəqillik. Yəni, biz də buna etiraz edildik. Müsavatın proqramına salmışdıq ki, yəni, məqsəd yalnız SSR-dən çıxmaq. Bu, çıxmaqdır və başqa bir şey ola bilməz. Bu da təbiidir. Bilirsiniz, bir millətin hərəkatının qalib gəlməsi üçün onun mütləq liberal xəttində olmalıdır, radikal xəttində olmalıdır. Bəli. Hətta bu iki xətt arasında bəzən düşmənçilik səviyyəsinə çatmasa da bir rəqabət, bir sevməməzlik də olur, bu da təbiidir. Yəni, dünyada baş vermiş indiyə qədər bütün inqilablarda həm liberal qanadı olub, həm radikal qanadı olub. Belə deyək də, biz radikal qanadı təmsil edirdik. 90-cı ilin yanvarın 20-si hadisəsindən sonra isə artıq Xalq Cəbhəsi öz proqramını dəyişdirdi və Azərbaycanın müstəqillik qazanmasının bir nömrəli vəzifə olduğunu öz proqramına daxil elədi. Ən böyük bizim qələbəmiz, yəni bu 90-cı ilin yanvar hadisəsindən sonra bu oldu. Və təkcə bunu Xalq Cəbhəsi öz proqramına salmadı. Yəni, bütün millətin bir millət olaraq, bir bütün olaraq artıq qəbul elədiyi bir ideyaya çevrildi. Bu ikinci önəmli səbəb. Üçüncü önəmli səbəb də nə idi? İnsanların bir qismi, yəni hamı milli azadlıq artıq fikrində idi və yaxud belə deyək də, SSR daxilində suverenlik fikrində idi. Bunların içərisində kommunist olanlar da var idi. Yəni, milli fikri bölüşür, amma Kommunist Partiyasından ayrılmaq istəmirdi. Onlar gah nala vururlar, gah mıxa vururlar və 90 yanvar hadisəsindən sonra Kommunist Partiyasına qarşı bir ümumxalq nifrəti yarandı.
və insanlar kütləvi şəkildə öz Kommunist Partiyasına mənsub biletlərini cırmağa və yandırmağa başladılar. Bu da, belə deyək də, həmin hadisənin daha bir müsbət tərəfi idi. Yəni, hər bir mənfi tərəf hadisənin mütləq müsbət tərəfi də var, müsbət hadisənin mənfi tərəfi də var. Bu artıq fəlsəfədir. Bunu yəqin ki, siz məndən daha yaxşı. Doğrudur. Mən indi daha bir şey demək istəyirəm. Burada Rus qoşunun rolu nə edir? Rus qoşunun Bakıya gəlişinin səbəbi nə edir? Və burada vəhşilik törətdi, törətmədi? Səbəbi, əslində, mən o öncəki sualı cavablandırarkən dediyim, yəni səbəblərini. Bilirsiniz, həmin dövrdə bu gələn əskərlər, qırığını törədənlər, muzlu tutulmuş əskərlər idi. Yəni, həmin dövrdə hərbi xidmət keçən əskərlər deyildi. Onlar qırığından sonraki gün gətirilirlər Bakıya. Və təsəvvür edin ki, bu muzluların, məsələn, uzun saç, saqqal, yəni, hərbi nizamnamaya uyğun gəlməyən geyim, məsələn, tutar ki, ən azından geyimindən və xarici görkəmindən görükürdü. Yəni, bunlar, üzr istəyirəm, bunlar yəni dövlət tərəfindən deyildi, yəni dövlət əskər... Yox, dövlət tərəfindən idi. Sadəcə muzluları yığmışdılar. Bilirsinizmi? Bildik. Yəni, Sovet dövründə belə bir şey var idi. Tez-tez, məsələn, yaşından asılı olmayan adamlar hərbi xidmətə çağırılırdı ki, məsələn, tutar ki, həm yeni texnologiyaları öyrənə bilsin, həm də öz keçmişdə öyrəndiklərini təzədən təkrar etsin. Unutmasın da, xatırlasın. Unutmasın. Bu da, belə deyək də, yaşlılar, yəni əskərlikdə 18 yaşla 20 yaş arasında olan təbii ki, gənclər xidmət edirlər. Bu isə yəni 25, 30, 40 yaşında insanlar idi ki, hərbi ehtiyatda olanlar gətirilmişdi və bunun müqabilində onlardan çox yaxşı maaş alırdılar. Və onlara da məhz hətta bir qisminə, biz bunu sonradan öyrəndik, Azərbaycana deyil, hansısa bir xarici ölkəyə getdiklərini yəni bildirmişdilər. Çoxsu yəni Sovetlər Birliyinin içərisində olduqlarını da bilmirdilər. Və həddən artıq böyük bir yəni vəhşilik törədildi. Uşaq, qadın heç kəsə önəm vermirdilər. Yəni amma önəmli olan o deyil, o idi ki, üzr istəyirəm, millətimiz artıq şəhid olmağa hazırdır. Bəli. Vəhşiliklər də ki, yəni təsəvvür edin ki, məsələn, bu işə heç bir dəxli olmayan bir adamdır, öz ailəsi ilə maşında gedir, tankı qəsdən onun üstünə sürüb, məsələn, maşını basıb, o həmin ailəni məhv eləmişlər. Yəni, küçədən keçənləri, evləri, binaları ateşə tuturdular. Yəni, müəyyən bir insanlar idi, əsasən gənclər idi. Bunlar çıxmışlar, şəhərin mərkəzinə gələn bütün yollarda barikadalar qurmuşdular. Tutaq ki, bu barikadaları açmaq lazım idi, həmin gənclərə ateş açırlardı. Amma bunlar hamiyə ateş açırdılar, binalara ateş açırdılar. Və sanki qarşıya belə bir məqsəd qoyulmuşdu ki, millətin gözünü qorxusun. Amma nə oldu? Sabahsı günü millət Bakı şəhərinin, belə deyək də, körpələri və qocaları çıxmaq şərti ilə hamı bir nəfər kimi öz şəhidlərini bastırmağa gəldi. Yəni, və bu bastırmaq prosesi də, dəfn prosesi də Rus əskərlərinin avtomatlarının altında baş verdi. Yəni, hər an ateş açıla bilərdi, amma millət qorxmadı, öz şəhidlərini belə deyək də bastırdı və bir daha bütün dünyaya sübut elədi ki, artıq Azərbaycanda müstəqillik məsələsi bir mənalı şəkildə gündəmdədir, gündəmdən heç vaxt düşməyəcək, ikinci başqa yolda yoxdur. Azərbaycan mütləq müstəqil olacaq. Bunu həm Azərbaycanda başa düşdülər, həm Rusiyada başa düşdülər, həm də dünyada başa düşdülər. Və maraqlıdır ki, bu hadisədən qabaq 89-cu ildə Avropada keçirilən rəy sorğularında ki, Azərbaycanda Milli Azadlıq Hərəkəti o qədər güclü idi, digər respublikalara nisbətən. Azərbaycan xalqını dünyanın xalqı seçmişdilər. Doğrudur. Bəxtiyar bəy, üzr istəyirəm, bu xalq cəbhəsi nə vaxt, yəni bu muxtariyyət fikrinlə, ya suverenlik fikrinlə nə vaxt əl çəkdi və bu istiqlaliyyətə doğru, yəni istiqlaliyyəti qəbul elədi? 90 yanvarında, həmin bu qırğından sonra, hələ sabahsı günü
Yəni yanvarın sabahıdır da, 20 yanvarın sabahıdır. Təbii ki, indi 3-4 gün bunlara bir yerdə yığışmağa vaxtı lazım idi. Çünki hamını axtarırdılar, tutma, həbs eləmək üçün filan. Bir qism adamlar gizlənirdilər filan. Ola bilsin 1 həftə sonra, ola bilsin 5 gün sonra. Amma həmin hadisə səbəb oldu ki, Xalq Cəbhəsi artıq doğrudur. Yəni bu o demək deyil ki, Xalq Cəbhəsi bunu istəmirdi. Sadəcə siyasət yaxdığını düşünürdü. Hələ vaxtı deyil deyə SSR daxilində suverenliyi qoymuşdur. Məhz bu hadisə artıq məqsədin, yəni hədəfin nə olduğunu açıq şəkildə bəyan eləməyə şərait yaratdı. Məsələn, bəy, üzr istəmə. İndi bu sərhəd hərəkatı var idi. Özü bilirsiniz, yəni bütöv Azərbaycanın yaranmasına bağlı. Bu mən bildiyim qədərilə, yəni Xalq Cəbhəsinin ideyası idi və Xalq Cəbhəsi bu ideyanı önə sürmüşdür. Bu düzdürmü, yoxsa yanlış? Xalq Cəbhəsinin özündə də içərisində o dövrdə radikallar və liberallar var. Məsələn, tutaq ki, liberal xətti Zərdüşt Əlizadə, Leyla Yunus, İsa Qəmbər və digərləri yapardılar və bir də tutaq ki, Etimar Məmmədovun və Nemət Pənahlının, hətta o dövrdə məsələn Rəhim Qaziyevin başçılıq etdiyi bir radikal qanat var idi. Və bunu daha çox radikallar istəyirdilər, liberallar buna qarşı çıxırdılar. Amma vəziyyət elə bir hala gəlmişdi ki, bunu millət istədiyi üçün artıq Xalq Cəbhəsi bunun qarşısını ala bilməzdi. Bu daha çox millətin içərisindən gələn bir şeydir. Bilirsiniz, çox maraqlı bir şeydir sizə deyim. Bax, Sovet dövründə bizə, məsələn, Kürkəm demək qadağan oldu, hətta cinayət sayıldığı halda bir Türk birliyindən danışmaq. Amma bəzi hallarda Güney Azərbaycan məsələsindən danışmaq bir o qədər də yasaq deyil. Məsələnin bu tərəfi də var. Və ona görə insanlar, məsələn, Güney Azərbaycan məsələsinə, Azərbaycanın birləşməsi məsələsinə, yəni o millətçi kəsim Azərbaycanın istiqlalı məsələsindən daha çox köklənmişdilər. Bilirsinizmi? Bu heç də istiqlal hissindən az olmur. Ona görə bu bilavasitə daha çox xalqın istəyidir və xalqın da qarşısından Nemət Pənahlı başda olmaqla o radikal qrup düşdü. Və məndə olan məlumata görə hətta sərhəddə ilk kəsən də Nemət Pənahlı olub. Düzdür, bu günlər çoxları öz adına çıxmağa çalışırlar. Yəni onu mən dəqiq deyə bilmərəm, bəlkə o birlər haqlılar. Məsələn, tutaq ki, Ramiz Tağıyev də ilk Culfada onun bu hərəkatı başladığını iddia edir. Ondan sonra Ordubadda Fərəc Quliyev də ilk, yəni məhdini ilk kəsən özü olduğunu iddia edir. Amma məsələn, bu yaxınlarda mənim əlimə kasetlər düşdü. Və o kasetdə mən Nemətin səsini eşitdim. Yəni bu insanların sərhəd dirəklərinə hücuma keçməmişdən öncə Nemət orada Tofiq Fikriyətin haqq yoludur, millət yoludur, tutduğunuz yol şeirini deyirdi və hadisə bundan sonra başladı ki, mənim özüm üçün bir daha əminlik yarandı ki, yəni birinci addım atan hər halda Nemət Pənahlı olub, amma ola bizim başqa kasetlər də var, məsələn, onlar mənim əlimə düşsəydi, başqa cür ola bilərdi. Bilirsiniz, əslində isə yəni bu proses ümumiyyətlə Naxçıvandan başladı. Naxçıvanın demək olar ki, bütün rayonlarda eyni vaxtda başladı. Aralarında 5 dəqiqə, 10 dəqiqə fərq ola bilər. Sonra da məsələn, tutaq ki, Cəlilabad hissəsinə, o Astara tərəfə filana, onun da arasında bir o qədər böyük fərq yox idi. 1-2 saat fərq ola bilərdi, 5 saat fərq ola bilərdi. Yəni o baxır ki, Rus əskərləri harada daha özünü güclü göstərə bilirdilər. Doğru. Yəni bu xalqın istəyidir. Bəlkə həmin də radikal qanadı bunu dəstəkləyirdi. Yəni Nemət Pənahlı başda olmaqla radikal qanad bunu tam dəstəkləyirdi. Liberal qanad isə bunun qarşısına, buna əleyhinə çıxırdı və onların da öz argumentləri var idi ki, biz yəni imperialistlərin, yəni Rus imperialistlərinin əlinə bizə qarşı cəza tədbirləri görmək və hamısı verməmək. Və hərəsi də özlüyündə haqlı idi. Amma burada xalqın istəyi məsələsi var. Əgər cəbhə xalqın bu istəyinə qarşı çıxsaydı, xalq sadəcə onu fitə basıcıydı və özü bu işi görəcəkdi. Baxsayar bəy, indi sadəcə bir şey
yəni məsələ gəldi bu sərhəd hərəkatına və sərhəd hərəkatının özü bilirsiniz, yəni Güney Azər indi gündəmdə olan Güney Azərbaycan milli hərəkatı da var. İndi yəni bununla bağlı çoxlu təşkilatlar var. Yəni Güney Azərbaycanın istiqlaliyyəti uğrunda yəni çalışırlar və həmçinin misal üçün indi misal çəkə bilirəm sizə. Güney Azərbaycan Demokrat Partiyası bununla bağlı, yəni Güney Azərbaycan milli hərəkatı ilə bağlı çox yəni bir fəaliyyətləri olub və yenə davam etdirir. Yəni bunun da əsas səbəbi, yəni necə deyirlər, bu xətt ki öndə götürüb, yəni Güney Azərbaycanın öz müqəddəratını təyin etmə məsələsidir. Bununla bağlı sizin düşüncələriniz nədir? Sizcə bu Güney Azərbaycan, yəni bu vaxtda siz bayaq bir söz vurğuladınız ki, əgər şərait yetişibsə məzlum azadlığına qovuşur. Sizcə biz yəni birincisi, yəni sizcə biz Güney Azərbaycan məzlum milləti öz azadlığını, yəni o şərait yaradılıb ki, öz məzlum Güney Azərbaycan milləti öz azadlığına qovuşub. Ondan sonra bütöv Azərbaycan məsələsini mətrəh eləsin, yoxsa yox? Mən fikrimi sizinlə bölüşüm. Bilirsiniz, mən Güney Azərbaycan məsələsi ilə həmişə maraqlanmışam. Yəni, imkanım daxilində, öz məhdud imkanlarından, məsələn, ən azı informativ yazılarımla dəstək verməyə çalışmışam. Mən əlbəttə özümü bu sahədə böyük mütəxəssis hesab eləməsəm də, amma müəyyən məlumatlarım var. Mən sizə birincisi onu deyim ki, bu günləri Güney Azərbaycanda olan milli oyanış, milli şuur, bizim məsələn, 88-ci ildən əvvəlki il, 87-ci ildən çox üstündür. Hətta ola bilsin ki, bizim 88-ci il ki, bizim ən yüksək nöqtələrimizdən biridir, ondan da üstündür. Şərait isə mənim fikrimcə yetişir. Şəraitin yetişməsi üçün iki önəmli şərt var. Bir, xarici amillər, bir də daxili amillər. Xarici amillər hamımız dünyada gedən prosesləri gördük. Misirdə olanları gördük, Suriyada, Tunisdə və s. Və hamımız da bir mənalı şəkildə bilirik ki, sırada yəni İran da var. Bəli. Və Qərbin də İrana, Amerika başda olmaqla İrana münasibətinin nə olduğunu bilirik. Eynən bizim dövrdə Sovetə Amerikanın münasibəti nə idisə, yəni hədəf bu dövlətin aradan götürülməsi isə, bu günləri eynən Amerikanın İrana münasibəti də yəni fərqli deyil, eynidir. Və məsələn, İrana qarşı Avropadan və Amerikadan tətbiq olunan iqtisadi sanksiyalar və s. bunu göstərir ki, bunlar bu məsələ ilə müvəqqəti və yaxud ötəri keçinmək fikrində deyirlər, yəni ciddi məşğuldurlar. Yəni istəyirlər, necə deyirlər, bir dövləti, bir hakimiyyəti, millətin öz əli ilə köçərsinlər, yəni bu işi. Və bu o deməkdir ki, hərbi müdaxilə də ola bilər də, biz onu indi bilmirik. Hadisələr gelişi necə olacaq? Yəni, mümkündür ki, müdaxilə də olsun, amma bunun ehtimalı çox azdır. Çox azdır, amma yox da deyil. İkinci şərtdir ki, təbii ki, daxili şərtlərdir. Və bayaq dediyim kimi, Güney Azərbaycanda bizə ən azından buradan görsənir ki, sizin günləri hazırlıq səviyyəmiz bizimkindən qat-qat üstündür və mən indi deyəcəyim nəyə görə. Birincisi, sadəcə bunu deməmişdən öncə bir də onu deyim ki, təkcə sizdə yox, məsələn, Xuzistandakı ərəblər, Bəluçistanda Məğuşlar və digər məzlum xalqlarda da artıq bu, yəni Kürdlərdə də bu oyanış var. Bunlarda da bu istək var. Və eynən bizim dövrümüzdəki Ruslar, Sovetlər Birliyinin, Rus imperiyasının qalmasını və demokratikləşməsini istədiyi kimi, sizdə də Farslar İranın qalmasını istəyir, amma demokratikləşməsini istəyir və istər-istəməz yəni bu xəttlə də olsa, hazırki rejimə qarşı müxalifdir ki, bu ümumilikdə sizin işinizə yəni yardımcı olacaq və kömək edəcək. Çünki Rusların demokratik hərəkatı olmasaydı dövrdə, bizim işimiz qat-qat çətin olardı və ola bilsin ki, müvəffəq də ola bilməzdik. Yəni, bunu belə də qəbul etmək lazımdır. İkincisi, mən əvvəl də dedim, məsələn, bizim stimul alacağımız bir ölkə yox idi.
Yəni Türkiyə o qədər də böyük stimul mənbəyi deyil. Hərçən ki, içimizdə, daxilimizdə bir sevgi var idi Türkiyə. Amma bu günləri sizdə bir Kuzey Azərbaycan var ki, ilham mənbəyidir. Məsələn, siz onu görüb inanmışsınız ki, demək ki, müstəqil ola bilər. Azərbaycanın ana dili, dövlət dili ola bilər. Azərbaycan Türkçəsində teatrlar ola bilər, kinolar ola bilər və s. və s. Ümid mənbəyidir, bəli. Hə, ümid mənbəyidir. Və üstəlik də bir Türkiyəmiz var. Əlbəttə, Türkiyənin siyasəti nə olacaq həmin dövrdə? Yəni, bu Kürt problemindən qorxaraq başqa siyasət izləyəcəkmi filan, bunu demək çətindir. Yəni, ən azından mənim üçün çətindir. Və təsəvvür edin ki, bizim həmin dövrdə informasiya qaynaqlarımız yox idi. Yəni, bu günləri siz çox asanlıqla peyk anteninə qoşularaq Azərbaycanın və Türkiyənin və istədiyiniz ölkənin televiziyalarına baxa bilirsiniz. Bizdə o imkan yox idi. Bizim hətta bir-birimizdən xəbərləşməyimiz çox çətin məsələ idi. Bütün telefon, ancaq telefon var idi. Telefonlar da dinlənilirdi. Hətta mobil telefonlar yox idi o dövrdə. Bəli, düz. Ev telefonlar, hə. Bəli. Bizdə məsələn, tutaq ki, artıq bu üstünlük var. Bəli. Tutaq ki, bu televiziya verilişlərinin, radio verilişlərinin, millətin şuurunun formalaşmasında çox böyük etkisi var. Doğrudur. Yəni millət bu bugünkü texnologiyadan istifadə etməyə imkanı var yəni. Bəli, bizdə o imkan yox idi. Ondan başqa, bu günləri internet deyilən çox böyük bir silah var. Bəli. Baxın, yəni mən əlbəttə sizin İranla yox, keçmiş Sovetlər Birliyindən müqayisə edirəm. Yəni Qəddafinin rejimi, Bəşər Əsədin rejimi, nə Sovetlərin, yəni diktatura baxımından, millətə baskı və zülm etmək baxımından Sovetdən heç də aşağı səviyyədə deyil. Yəni eyni səviyyədə, elə İran özü də. Amma və orada da söz azadlığı boğulurdu, insanlar arasında bir rabitə məsələsi çox çətin idi. İnternet onlara bu imkanı yarattı. Doğrudur. Hə. Və bu günləri İranda da internet ən azından gizli təşkilat rolunu oynaya bilər. Gizli o gizli qruplar qurmaqla filanla bu əlaqələrin qurulmasına çox böyük yardım edir. Bizdə bu imkanlar yox idi. Siz təsəvvür edin, biz bu imkanlarımız olmuyor. Bu məhdud imkanlarımızla İrandan qat-qat güclü olan Sovetlər Birliyinə qalib gələ bildiksə, istiqlalımızı əldə etdiksə, əmin olun ki, siz də buna nail olacaqsınız. Fəqət sizin bir problemimiz, iki problemimiz var, önəmli problemimiz. Birincisi nədir? Bizim müstəqil olmağımız üçün bir hüquqi bazı da var idi. Bəli. Yəni Azərbaycan Sovetlər Birliyinin 15 respublikasından biri idi. Bəli. Bizim yalandan da olsa bir konstitusiyamız var idi. Bəli. Bu konstitusiyamızda Azərbaycan istədiyi vaxt SSR-nin tərkibindən çıxa bilər maddəsi var idi, bilirsinizmi? Və təkcə bizdə deyildi, Gürcüstanda da var idi, digər Sovet respublikalarında da bu maddələr var idi. Və bu ən azından bizə hüquqi imkan verirdi ki, öz müstəqilliyimizi elan edə bilək və xarici ölkələr də yəni beynəlxalq hüquqdan çıxış edərək bizim müstəqilliyimizi tanısınlar. Sizdə bu üstünlük yoxdur. Yəni bilirsiniz, bizim üstünlük, bu məsələdə biz çox üstünlük. Sizdə bu məhdudiyyət var. Yəni çünki beynəlxalq qanunlarda bu mövcud olan beynəlxalq, bəli, xalqların öz müqəddəratını təyin etmə məsələsi olduğu kimi dövlətlərin ərazi bütövlüyü məsələsi də var. Doğru. Bu artıq qalıb o xaricdəki dövlətlərin İranın parçalanmağını istəyib istəməyəcəyi məsələ. Bu daha çox güneydəki hərəkatdan yox, Xuzistandakı hərəkatdan asılıdır. Çünki İranın neft və qaz mənbələri Xuzistandadır. Doğrudur. Xuzistanı ayırmaq istəsələr, yəni bir hissə ayrılırsa, deməli o bir hissələr də ayrıla bilər. Yox, Xuzistanı ayırmaq istəməsələr, ola bilsin ki, sizin məsələniz biraz çətin olsun, amma bu o demək deyil ki, yəni tam istiqlal olmayacaq. Olur. Yəni xalq isə bu mütləq olacaq. Mən o fikrimi sona çatdırım. Bəli. İkinci o narahat edici məsələ nədir? Yəni bu Tehranla bağlı olan məsələdir. Düzdür. Tehranda da bu da Türklər arasında milli fikir var və hətta Türklərin sayının farslardan daha çox olduğu məsələsi var. Nə qədər ki, bizimkilər milli mübarizənin, Tehran məsələsini milli mübarizənin tərkib hissəsi kimi görməyəcəklər. Bizim qələbə çalmaq imkanımız
Az. Niyə görə? Yəni, İranda inqilabdan sonra mütləq xaricdəki qüvvələr, o qüvvələr ki, bizim istiqlalımızı tanımalıdırlar və məsələn, bizə yardımcı olmalıdırlar ki, BMT-də tutar ki, biz səs-küy qazanaq, onlar mütləq kimlə rabitə qurmalı olduqlarını tapırlar və bir qayda olaraq paytaxtla əlaqə qururlar. Və əgər həmin dövrdə paytaxtda söz sahibi farslar olsa, bilin ki, bizim işimiz həddən artıq çox çətin olacaq. Amma Tehranda say çoxluğumuzdan istifadə edərək söz sahibi biz olsaq, bu o deməkdir ki, bizim güneyli qardaşlarımız orada istiqlal qazanmaq belə deyək də, ehtimalı 2 qat artmış olur. Ona görə mənim fikrimcə Tehran məsələsi unudulmamalıdır. Tehrana da mütləq və mütləq Güney Azərbaycanın bir parçası kimi baxılmalıdır. Mən bu yaxınlarda əlimə bir ünvan keçdi. O ünvana əsasən Zəndilər dövründə yazılmış hansısa məktublarda Tehranın Azərbaycanın tərkib hissəsi kimi göstərildiyini bildirildiyi söyləndi. Hələ o mənbələrə ulaşmamışam. Baxın, biz daha çox Azərbaycanın sərhədlərindən danışanda orta əsrlər ərəb mənbələrinə müraciət edirik. O dövrdə isə Tehran yox idi. Tehran Qacarlar dövründə böyük bir şəhərə çevrildi. Təbii ki, ərəb müəllifləri də Tehrandan Azərbaycan şəhərlərini sadalayanda tutaq ki, Tehranın adını çəkə bilməzdilər. Reydə ki, o qədər önəmsiz bir şeydir ki, onu məsələn tutaq ki, Həmədan, Təbriz filan olan, Dərbənd olan yerdə Reyin adını çəkmək də gülməli görsənərdi. Yəni, bu əlbəttə mənim subyektiv fikrimdir. Tehran məsələsi mütləq və mütləq bizim milli azadlıq hərəkatımızın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir və biz ümumi İran adına farsların gələcəkdə müxatib kimi qəbul olunmasına imkan verməməliyik. Onun üçün də Tehranda söz sahibi biz olmalıyıq. Doğrudur. Fikrim budur. Yəni, ikinci önəmli məsələ də budur. Biz təbii ki, üzr istəyirəm, Sovetlər Birliyində Moskvada söz sahibi ola bilməzdik. Halbuki o dövrdə də təqribən 1 milyon nəfər, 10 milyonluq Moskvada Azərbaycanlı yaşayırdı. Həm məsafə uzaq idi, həm o gücə sahib deyildik. Amma siz Tehranda gücə sahibsiniz və Azərbaycanla Tehranın arasında demək olar ki, elə bir şey yoxdur. Yəni, ancaq Türklər yaşayır. Yəni, Qəzvin bitəndən sonra Kərəz başlayır. Ortada bir şey var da, o Rəşdi, Həşbərdi filandır. Həşbərdi də bizim Talış qardaşlarımızdır. Mən əminəm ki, keçdəcə onlar da milli Azərbaycanın birləşməsi hərəkatda. Əgər siz orada işinizi düz qursuz dəstəkləyə bilərlər. Çünki onların da bir birləşmə arzusu vardır. Yəni, ki, Azərbaycan birləşirsə, təbii ki, qardaşlarımız Talışlar da bir-birindən qovuşurlar. Yəni, mənə elə gəlir ki, Talışları kənarda qoymamalısınız. Üzr istəyirəm, Bəxtiyar bəy, üzr istəyirəm, çox üzr istəyirəm. Bir telefon bağlantımız vardır. Telefon bağlantısı, ondan sonra yenə sizinlə bilişirik. Alo. Alo, söz gəldiniz. Bəli, salam, buyuruz. Salam, arz edirəm. Bəxtiyar bəy, çox xoş gördük, sizin səsinizi eşitdik. Mən Həmədan Türklərindənəm. Bir sual var mıdır sizdən? Alo, Bəxtiyar bəy, siz də eşidirsiniz? Salam, aleyküm, xoş gördük. Sağ olun, inşallah. Alan Irak'ta bir xodmuxtar hükümet vardı, Kürtler. Onlar İran Kürtlerine çok yardım edirlər. Çə maddi cəhətdən, çə televizyon, hamı cürə yardım edirlər. Hamı da bilirlər əlinə. İstədim biləm, ələn Azərbaycanına ki bir hükümet vardı və bunlar aya Güney Azərbaycandan fəallarına, təşkilatlarına yardım eləyibdilər, eləcəkdilər, elirlər. Bunu bir sualım var, mənim sualım buydu. Əgər Azərbaycan dövləti, mən bu suala dəqiq cavab verə bilmərəm, niyə görə? Çünki məlumatım yoxdur. Əgər Azərbaycan dövləti belə bir yardım eləmək istəyirsə və yaxud gələcəkdə istəyəcəksə, bunu təbii ki, gizli eləməlidir və açıq dünyaya bəyan etməməlidir. Niyə görə? Özünüz də bilirsiniz. Çünki əgər bu bəyan olunursa, İranda əks tədbirlər həyata keçirir. Ona görə ki, əgər varsa da və gizlidirsə, təbii ki, mən bilə bilmərəm. Amma mənə elə gəlir ki, yəni o Azərbaycan hökumətinin başında duranlarda, məsələn, mən müxalifəti əslində təmsil edirəm və belə deyək də, onlar haqqında çox da xoş fikirdə deyiləm. Amma onlar da Azərbaycanlıdırlar
və hər birimizin qəlbində Güney Azərbaycan sevgisi və həsrəti olduğu kimi, yəqin ki, onların da həsrətində var. Hər halda bu məsələlərin gizli qalması əgər varsa. Üzr istəyirəm, Bəxtiyar bəy, mən belə başa düşdüm, yəni bu soydaşımızın məncə, yəni əlbəttə mənim düşüncəmə görə bunun fikri belə idi. Baxın, indi gündəmdə olan, yəni tutaq Güney Azərbaycan Respublikası ilə İran ölkəsi qonşu bir dövlətdirlər. Və bunların araları istər-istəməz gərgin olanda, ya yaxşı olanda, gərgin olanda Azərbaycanda həmən Güney Azərbaycan məsələsi gündəmə gəlir. Amma münasibətləri yaxşı olanda baxsın görsən, heç Güney Azərbaycan məsələsindən bağlı heç bir məsələ yoxdur. Sizcə bu, yəni bilsin necədir? Mən bunu soruşmaq istəyirdim. Bu proqram varmı? Yəni Güney Azərbaycanla bağlı bir proqram varmı, yoxsa yoxdur? Vallahi xalqda ki var. Amma xalqın da belə deyək də imkanları məhdud. Dövlətdə varmı, yoxmu? Bunu biz bilə bilmirik. Baxın, biz nəyə görə? Ehtimal edirik ki, var. Biz necə üzr istəyirəm, bağışlayın. İndi tutaq baxırız, bu beləncə bir məsələlərdə ən öndə gedən necə deyək, qruplardan ya imkanlardan biri mediadır və ya rəsanədir öz aramızda. İndi Azərbaycan Respublikası demək olar hardasa demokratik bir ölkədir və orada bildiyimiz qədərilə çoxsaylı qəzetlər və ya rəsanələr, yəni necə deyim, media, televizorlar, yəni özəl bir televizorlar var və heç hökumətə də bağlı deyillər. Sizdə bu imkanlardan nə qədər istifadə? Yəni bu onlar dərhal ki, yəni nə hökumətə bağlı, nə bir şeydir. Yəni bu Güney Azərbaycanla bağlı, yəni öz fikirlərini, öz nəzərlərini ya Güney Azərbaycandan olan soydaşlarımızı, ya orada tutuqlananlarla bağlı və ya şəhid olanlarla bağlı orada öz fikirlərini bildirə bilərlər və ya xəbərlərini bütün dünyaya çatdıra bilərlər. Və hal bu görürük ki, bu gün yəni belə bir məsələ çox ya görünmür, görünürsə də çox az olur, yəni belə bir məsələ. Yəni bilirsiniz məsələ necədir? Məsələ burasındadır ki, ola bilsin güneydən sizə elə görsənir ki, bizim televiziyalar və qəzetlər müstəqildirlər. Bəli, bir şeyləri deməkdə müstəqildir. Amma onların hamısının maliyyə qaynağı bilavasitə indiki iqtidardır, indiki hökumət. Və məsələn mənim öz qəzetçi dostlarım var. Hə, onlar bizə məlumat, onlara bilavasitə yuxarıdan sifariş gəlir. Bəli, İranla problem yarananda onlara sifariş gəlir ki, İran əleyhinə yazın, güneydən yazın. İranla münasibətlər yaxşı olan kimi onlara sifariş gəlir ki, İran barədə və Güney Azərbaycan barədə heç nə yazmır. Bunu mən dəqiq bilirəm. Yəni, hə, bunu siz, mən əslində bu barədə danışmaq istəmirdim. Və belə deyək də, çox təəssüflər olsun ki, biz milli azadlıq hərəkatı dövründə qarşımıza bir məqsəd qoymuşduq. Azərbaycan müstəqil olsun. Amma Azərbaycanda nə dövlət olsun? Bunu mənim kimlərə belə deyək də, ən azından düşünürük ki, nə olur olsun, tək öz müstəqil Azərbaycan olsun. Amma zaman göstərdi ki, biz səhv eləmişik. Biz eyni zamanda güclərimizi bir yerə qoyub, milli dövlət qurmalıydıq. Yəni, gerçək mənada demokratik millətin dövlətini qurmalıydıq. Amma çox təəssüflər olsun ki, biz bunu qura bilmədik və bu günləri Azərbaycanın başında rüşvətxor, korrupsioner və ən dəhşətlisi isə regionçu bir mafiya dayanır. Yəni, çox təəssüflər olsun ki, bugün vəziyyət belədir və hətta ölkədə, belə deyək də, ancaq bir regiondan olan insanlara iş verilir və bilərəkdən, qəsdən o bir regionlardan olan insanlar ailələri ilə birlikdə aclığa sürüklənir. Çox təəssüflər ki, bizdə beləncə eybəcər hallar da var. Bizim ən böyük səhvimiz oldu ki, biz milli dövlət qura bilmədik. Amma bu günləri bütün dünya, bütün region, bütün bölgə inqilabi proseslər ərəfəsindədir. Mən istəməzdim bunu güneydəki soydaşlarımıza açıq şəkildə belə deyək, radiodan deyim, amma əmin olun ki, Kuzey Azərbaycan da inqilab ərəfəsindədir. Çünki artıq millətimiz bu yırtıcı hökumətin baskısı altında yaşamaq istəmir. Biz artıq bilmişik, biz normal, rüşvət və korrupsiyanın olmadığı, yerlibazlığın olmadığı, belə deyək də, istedadlı və bacarıqlı insanların önə çəkildiyi bir dövlətdə yaşamaq istəyirik. Və əminəm ki, yüzümüzə gələn, daha doğrusu bu il və ola bilsin ki, gələn il
Azərbaycanda da, Kuzey Azərbaycanda da böyük dəyişikliklər olacaq. Və bizim gerçək mənada milli dövlətçiliyimizi qura biləcəyik. Amma millətin tərəddüdləri də var. Tərəddüdlər nədir? Tutaq ki, ərəb ölkələrinə baxırıq. İndi vətəndaş müharibəsi yarana bilər ki, bunu heç kəs istəmir. Bilirsiniz, bu var. Ondan sonra, əgər biz tutaq ki, bu günləri inqilabı qalxırıqsa, Azərbaycanda müvəqqəti də olsa bir xaos yaranırsa, Ermənistan, İran, Rusiya bundan faydalana bilər. Yəni, milləti bu günləri, belə deyək də, aktiv hərəkata keçməyə qoymayan bu hisslərdir. Amma, məsələn, o bir tərəfə də var ki, artıq millət bezib. Məsələn, yəni millət İlham Əliyev başda olmaqla bu cinayətkar mafiyanın rədd olub getməsini istəyir. Doğrudur. İndi mən üzr istəyirəm Bəxtiyar bəy, yəni bizim biz də necə Güney Azərbaycan, yəni bir müstəqil, yəni Güneyin şimalında Quzey Azərbaycan bir müstəqil bir ölkədir. Bir respublikadır. İstər-istəməz yəni öz müstəqilliyinə qovuşub və bizim üçün də ən maraqlısı budur ki, yəni orada demokratik və millətin yəni tam istədiyi kimi bir dövlət yəni orada hakim olsun. Bu dövlət yəni öz millətinə rifahını yaratsın belə. Amma sadəcə indi biz Güney məsələsinə şeylədik. İndi baxırız, bayaq mən bir sual soruşdum sizdə. Bu media vasitəsilə yəni Azərbaycan Güney ilə bağlı yəni öz fikrini ya dəstəyini vermir. Amma baxırız dövləti dediniz ki, bəs belə dövlət səviyyəsində hakimiyyət yəni bu məsələdə iştirak edə bilmir. Amma siz indi baxırız orada indi müxalifət təşkilatları da var. Bax bu qədər və sivil təşkilatlar var orada. Bunlar niyə öz köməklərini, yəni heç yəni Güney ilə bağlı heç bir gündəlik xəbərləri yoxdur. Ya bir imkan da heç vermirlər. Yəni Güney ilə bağlı bir orada bir sözlər və ya icrası. Məsələn, tutaq rəhmətli Elçi bəyin günündə elə gündəmdə Güney Azərbaycan gündəmdə var idi. Amma indiki bu dövrdə heç müxalifətdə də yəni gündəmdə yoxdur bu Güney Azərbaycan məsələsi. Bax, bu günləri bizim müxalifət əsas, yəni müxalifət deyəndə birinci növbədə Müsavat Partiyasına, Xalq Cəbhəsi Partiyasına nəzərdə tutulur. O biri partiyalar da müxalifət sayılsa da, yəni bu onların gücündə deyil. Bu günləri miting keçirəndə ikisi bir yerdə. Onların mitinglərinə 10 mindən artıq adam yığışmır. Yəni bu deməkdir ki, xalq onları dəstəkləmir. Bilirsinizmi, yeni bir qüvvəyə ehtiyacı var. Və xalq onları niyə dəstəkləmir? Səbəblərindən biri də, məsələn, tutaq ki, onların Güneyə olan münasibətidir. Əgər bir müxalifət təşkilatı qarşısına yalnız hakimiyyətə gəlməyi hansı üsullarla orada qoyubsa və öz əməlləri ilə millətin problemlərini önə keçmirsə, təbii ki, millət də onun ardınca getməyəcək. Amma bu günləri Kuzey Azərbaycanda bir inam yaranıb, bir ziyalılar forumu var, yəqin ki, siz də eşitmişsiniz, başında Rüstəm İbrahim Bəyev durur, bizim tanınmış yazıcı. Yeni bir müxalifət formalaşır, amma onlar da hələlik Güney məsələsi ilə məşğul olmaq iqtidarında və gücündə deyirlər. Bu günləri onların bir döngəli məsələsi təşkilatlanmaq və Kuzey Azərbaycanda xalqın istədiyi gerçək mənada bir xalq hökumətinin qurulmasına yardımcı olmaq. Və indi sizə sual verirəm. Ta ki, Azərbaycanda müxalif qüvvələr var. Bu hökumətlə düşməndir. Onlar partiyanı yaşatmaq üçün maliyyə ehtiyacları var. Onlar bu maliyyəni hardan əldə edirlər? Bu sualın cavabını tapmaq üçün həmin partiyaların rəhbərlərinin hansı səfirliklərə ildə neçə dəfə getdiklərinə baxmaq yetərlidir. Doğrudur. Və bu partiyalar öz maliyyələrini Amerika başda olmaqla qərbdən alırlar. Və oradan onlara nə göstəriş gəlirsə, onu da eləyirlər. Ona görə mən burada o gizli danışıqlarda iştirak edəmədiyim üçün, onlardan xəbərsiz olmadığım üçün bunların nədən bu xətti, daha doğrusu biz istədiyimiz xətti yeritmədiklərinin sualına cavab verməkdə çətinlik çəkirəm. Oldu. Bəxtiyar bəy, təşəkkür edirəm. Yəni ilk öncə doğrudan bu dəyərli vaxtınızı bizimlə paylaşdığınız üçün yavaş-yavaş vaxtımızın verilişimizin sonuna çatırıq. Amma hardasa biraz bir 5-10 dəqiqə vaxtımız var.
Bununla bağlı mən də öz fikrimi paylaşmaq istərdim. Yəni indi bilmirəm nə qədər sizinlə doğru olar, yanlış olar. Baxın, mənim düşüncəmə görə budur. Əgər bir müxalifət, bir ölkədəki müxalifət qüvvəsi var və siz demişdiniz, yəni orada ən əsas müxalifət Müsavat və Xalq Cəbhəsidir. Əgər bu dövrdə, yəni Güney Azərbaycana bir vaxt ayıra bilmirsə, sizcə bu hökumətə gəlirsə, yəni hakimiyyətə yəni iqtidar olduğu zaman, o zaman sizcə heç Güney Azərbaycan haqqında heç bir fikri olarmı, yoxsa olmazmı? Yəni siyasi baxımdan. Mən şübhə edirəm. Mənə elə gəlir ki, siz sualı çox düzgün qoydunuz, elə sualınız özü sizin öz sualınızın cavabıdır. Bəli. Bəlkə də olar. Mənə elə gəlir ki, olmaz. Çünki bilirsiniz necədir? Yəni Azərbaycan, Quzey Azərbaycanın, Güney Azərbaycanın sözün əsl mənasında dəstəkləyə bilməsi üçün Azərbaycanda xalqın istədiyi hökumət olmalıdır. Bu da demokratik seçkilər vasitəsilə olmalıdır. Adını çəkdiyimiz partiyalar ki, ən güclü günlər üzdə olan partiyalardır, onların mitinglərinə 10 min adam gəlirsə, bu deməkdir ki, xalq bunu müsbət qarşılamır. Bizim nail olmalı olduğumuz əsas məsələ, yəni hər hansı yolla olursa olsun, mövcud rejimin getməsi və Azərbaycanda azad seçkilərin keçirilməsidir ki, xalq özü istədiyi adamları hakimiyyətə gətirə bilsin. Və xalq da mütləq o adamlara səs verecek ki, o adamlar gerçəkdən də xalq üçün fərq eləmir. İstər Quzey Azərbaycanın, istər Güney Azərbaycanın, istər də ümumilikdə Türk dünyası üçün nə isə etmək istəyirlər və yaxud da nə isə etmək iqtidarındadırlar. Yəni bu tipli məsələlər yalnız və yalnız demokratik yolla həll oluna bilir. Bilirsinizmi? Demokratik yolla hakimiyyətə gəlməyən qruplar, təşkilatlar heç vaxt xalqı düşünmürlər. Doğrudur. Oldu. Təşəkkür edirəm. Yəni doğrudan gerçəkdən bunu xatırlatmaq istərdim ki, bu öz səmimiyyətlə bizimlə öz bildiklərinizi paylaşdınız və verilişimizin sonunda əgər bir deyəcəyiniz, yəni bir son sözünüz varsa, buyuruz, sizi dinləyəcək. Valla, mənim sonda deyəcəyim söz budur. Mən bir Türk kimi, təbii ki, türküyəm, Fransıyam. Ən böyük arzularımdan biri təkcə Güney Azərbaycanın deyil, bütün əsl Türk millətlərinin azad olmasıdır. Birlik və bərabərlik içərisində olub Turanımızı qurmalıdır və eyni zamanda həm də bir müsəlmanam, təbii ki, İslam dünyasının da belə deyək də layiq olduğu yerə gəlməsini istəyirəm. Təbii ki, arzu edirəm ki, bu Türk liderliyində olsun, Osmanlılar dövründə olduğu kimi və eyni zamanda bir insanam və çox istəyirəm ki, bütün dünyada ədalət olsun. Yəni insanlıq olsun, qardaşlıq olsun, insanlar bir-birindən düşmənçilik eləməsin, millətlər arasında sülh şəraiti olsun. Bunlar mənim arzularımdır və bu arzularımı sizinlə bölüşməkdən qürur hissi duyuram.